Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda sizlər üçün 7 aprel 2024-cü il tarixində 9-cu siniflər üçün keçirilmiş buraxılış imtahanı riyaziyyat suallarını izah edəcəm. Başlayaq suala. Birinci sualda deyir A çoxluğu 1, 2, 3, 5, 8 və B çoxluğu 2, 3, 4, 5, 7, 9 olarsa A birləşmə B çoxluğunu tapın. A ilə B-nin birləşməsində A-nın bütün elementləri və B-nin A-da olmayan elementlərini götürəcəyik. 1, 2, 3, 5, 8 A çoxluğundadırsa, demək biz 2-ni götürməyəcəyik, 3-ü götürməyəcəyik çünki A-da var. 4-ü götürəcəyik, 5-i götürməyəcəyik çünki A-da var. 7 və 9-u götürəcəyik. Demək 4, 7, 9 əlavə edəcəyik. Onda olacaq 1, 2, 3, 4, 5, 7, 9, 7, 8, 9, 1, 2, 3, 4, 5, 7, 8, 9. Demək doğru cavab C variantı olacaq. İkinci sual. OX oxuna nəzərən M-3,5 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Məlum məsələdir ki, x-y nöqtəsi OX oxuna nəzərən x-y nöqtəsinə çevrilir. Yəni, x koordinat olduğu kimi qalır, y əksinə dəyişir. -3, 5 nöqtəsi, onda buna OX oxuna nəzərən olacaq -3, -5. Yəni, -3, -5 doğru cavab C variantı olacaq. Üçüncü suala diqqət edək. Koordinat müstəvisində ABCD kvadratının A, B, C təpələr vermişdir. D təpə nöqtəsinin koordinatını tapın. Demək, koordinat müstəvisində ABCD kvadratının təpə nöqtələri vermişdir. Deyir, D təpə nöqtəsinin koordinatını tapın. Bunu şəkil qurmaqla da, heç şəkil qurmasaq da tapmaq olar. Demək, şəkil qurmaqla yazaq. Demək, bizə bir kvadrat verib. Kvadratın A təpə nöqtəsi koordinatı -2, 3. B təpə nöqtəsinin koordinatı 4, 3. Demək, C təpə nöqtəsinin koordinatı 4, -3. Və D-ni istəyir bizdən. Bilirik ki, poliqram, yəni kvadrat, düzbucaqlı, romb, poliqram növlərinin hər birinin diagonallar kəsmə nöqtəsində yarıya bölünür. Yəni, diagonallar kəsmə nöqtəsi simmetriya mərkəzidir. Orta nöqtənin koordinatını tapma qaydasına əsasən biz AC-nin orta nöqtəsinin koordinatını tapa bilərik burada. Orta nöqtənin koordinatda uc nöqtələrin koordinatlarının cəmli yarısı. Yəni, -2 üstünə 4 gələndə 2 yarısı 1 verəcək. Sonra -3 üstünə, daha doğrusu 3 üstünə -3 gələcək. 0 yarısı elə 0 verəcək. Və biz BD-nin orta nöqtəsi kimi baxacaq yenə buna. Çünki BD-nin də orta nöqtəsidir. 4 3-dürsə, onda D nöqtəsinin koordinatını tapmaq üçün biz x ilə 4-ü toplayıb yarı böləndə orta nöqtənin koordinatını verməlidir. 1-i. Buradan x plus 4 bərabərdir 2-yə və x bərabərdir -2 alınacaq. Eyni qayda ilə y plus 3-ün cəminin yarısı bizə yenə orta nöqtənin koordinatını 0 verəcək. Y olacaq -3. Demək, D nöqtəsinin koordinatları -2, -3 olacaq. Yəni, doğru cavab Y variantı olacaq. Dördüncü suala diqqət edək. Deyir, 2002 çıxılsın 1002x bərabərdir 1000 tənliyini həll edin. Burada məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxarıq. Yəni, 2002-dən 1000-i çıxarıq. Bu da bizə 1002 verər. Onda x bərabər olar 1-ə. Yəni, doğru cavab Y variantı olar. 5-ci suala diqqət edək. AOB açıq bucağının deyir AOC COD-yə bərabərdir. AOC COD-yə bərabərdir. O da DOB-yə bərabərdir. Yəni, açıq bucaq 180 dərəcə olduğuna görə 3 bərabər hissəyə bölünür. Yəni, hərəsinə 60-60 düşəcək. Bizdən COD-ni istəyir. Yəni, 60 dərəcə olacaq. Doğru cavab D variantı olacaq. Növbəti 6-cı suala diqqət edək. Deyir, kəsini ixtisar edin. Burada 3 minus x ilə x minus 3-ə diqqət etsək, görərik ki, bir-birinin əksidir. Ona görə əks ədədlər ixtisar gedəndə -1 qalacaq. Onda olacaq cavab -4-də 3. Yəni, doğru cavab A variantı olacaq. Növbəti 7-ci suala diqqət edək. Deyir, ifadəsinin qiymətini hesablayın. Burada diqqət etmək lazımdır ki, modullara diqqət edək. Modulda -2-dən -2 çıxacaq. Modulda -3-dən -3 çıxacaq. Plus -1 üstü 7 -1-ə bərabər olacaq. Vurulsun. Mötərizədə də 2 çıxılsın 2. Bu da 0 verəcək. Demək, -1-i 0-a vuranda 0. Yəni, 2 üçün 6 olacaq. Doğru cavab A variantı olacaq. 20-də 17 adi kəsirini faizlə ifadə edin. 20-də 17 adi kəsirini ümumiyyətlə bir ədədi faizlə ifadə etmək üçün həmin ədədi 100-ə vurmaq lazımdır. 20-də 17-ni 100%-ə vursaq, bu da 20 ilə 100 gedər 5. 5 17-nin 85% olar. Doğru cavab B variantı. Kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat bahalaşarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazımdır?
Demək, kitab, dəftər və qələm. Üçünün birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat bahalaşarsa, yəni kitabın qiyməti, əvvəl deyək, kitabın baş hərfinin K-nı qeyd eləmişəm, K plus 2, dəftər D plus 2 və qələm G plus 2 olarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olar? Yəni bunların cəmi qədər. Bu da olacaq K plus D plus 2 plus 6. 2, 4, 6. Bu qədər pul lazımdır. K plus D plus 2 16 olduğuna görə 16 plus 6 22 manat olacaq. Yəni doğru cavab D variantı. 2 ardıcıl tam ədədin hasili, onlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən 34 var kiçikdir. 2 ardıcıl tam ədədi işarələyək, yəni birini x götürən, birinin tam ədədlər bir-birindən bir vahid fərq elədiyinə görə x plus 1. Bunlardan sonra gələcək x plus 2, ondan sonra x plus 3. Deyir ki, ardıcıl tam ədədin hasili, yəni x vurulsun x plus 1. Onlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən, yəni x plus 2 vurulsun x plus 3-dən deyir 34 var kiçikdir. Yəni bərabərdir. Bu çıxılsın 34. Deyir ki, özündən sonrakilərin hasilindən 34 var kiçikdir. Onda biz bunu vuraq açaq. Yəni x-a vuranda x kvadratı, üstə gəl x-i 1-ə vuranda x bərabərdir. Eyni qayda ilə bunu x-a, sonra x-a 3-ə, 2x-a, sonra 2-3-ə. Yəni x-a vuranda x kvadratı, x-3-ə vuranda 3x, 2x-a vuranda 2x və 2-3-ə vuranda 6 çıxılsın 34. Buradan bərabərliyin dəyişənlərin hamısını elə sol tərəfə keçsək, x kvadratı müsbətdir, bu üzəki x kvadratı müsbətdir. Bu sol tərəfə keçəndə mənfi x kvadratı olacaq, müsbət x kvadratı çıx x kvadratı 0 eləyəcək gedəcək. x, bu üzədə 5x var. 5x sol tərəfə keçəndə mənfi 5x olacaq. x-dan 5x çıxanda olacaq mənfi 4x. Bərabərdir 6 çıx 34, yəni mənfi 28. Onda x bərabər olacaq, mənfi 28 mənfi 4-ə böləndə 7. Bu ədədlərin kiçiyini soruşur. Ən kiçiyi burada x idi. 7 olacaq. Yəni x-i tapan kimi cavab vurmaq lazım deyil. Ola bilər ki, ən böyük hissəsini diqqətli olmaq lazımdır. Demək 7, 8, 9, 10 imiş həmin ədədlər. Ən kiçiyi dediyinə görə 7 olacaq. Doğru cavab Y variantı. 11-ci sual deyir, MN və YF parçaları O nöqtəsində kəsişərək yarıya bölünür. MN və Y O nöqtəsində kəsişərək yarıya bölünürsə, demək bu poliqramdır. Yəni biz bunu birləşdirsək, poliqram alınacaq. MY 9-dur. Poliqram qarşı tərəflər bir-birinə bərabərdir. Onda NF də 9 olacaq. MN 16-dır. Yarıya böldüyünə görə 8, 8 olacaq. YF 10-dur. 10-dursa 5, 5 olacaq. Və NFO-nun perimetrini istəyir. NFO. Bizdən bunun perimetrini istəyir. Məlum məsələdir. Bunun üst tərəfi də verildi artıq. Perimetr NFO bərabərdir 9, 5 və 8. Bu da bizə 22 verəcək. Doğru cavab B variantı olacaq. 12-ci sual 2. Kitabın qiyməti 78 manatdır. Kitablardan biri o birindən 5 dəfə bahadır. Demək, onda adlandıram kitab 1, 2. Biri o birindən 5 dəfə bahadırsa, yəni biri x manatdırsa, digəri 5x manat olacaq. Onların qiyməti x-i birlikdə 78 manatdır. Onda 6x bərabərdir 78-ə. X 13 manat eləyəcək. Yəni ucuz kitab 13 manat olacaq. Bahalı kitab isə 13 vur 5, yəni 65 manat olacaq. Bizdən ucuz istəyir 13 manat. 13-cü sualda müxtəsər masasından istifadə edəcək. Yəni surətdə bir fərq bizəm. Yəni 53 çıx 13 bizə verəcək 40. 53 çıx 13 bu da 66 verəcək. Məxrəcə də diqqət eləsək görərik ki, məxrəcdə də birincidə 40-ın kvadratı çıx 26-ın kvadratından yenə bir fərq bizəm tətbiq edəcək. 40 çıx 26 bu bizə 14 verəcək. 40 üstə gəl 26 da 66 verəcək. Üstə gəlsin 66 vurulsun 56. Daha sonra məxrəcdən 66-nı mötərizə xaricinə çıxarsaq, yerdə qalacaq 14, üstə gəlsin 56. Surətdə də 40 vurulsun 66. Buradan 66-lar ixtisar gedəcək. 66-lar ixtisar gedəndən sonra məxrəcdə qalacaq 14, üstə gəl 56, yəni 70, surətdə də 40. 70 ilə 40-ın sıfırları gedəcək, qalacaq cavab 7-də 4. Yəni doğru cavab C variantı olacaq. 14-cü sual. 8 saata 480 km yol gedən kater həmin sürəti alsa nə qədər yol gedər? 8 saata 480 km yol gedir. Deyir, həmin sürətlə 6 saat da nə qədər yol gedər? Məlum məsələdir ki, sürət sabit qaldıqda gedilən yolla zaman düz mütənasib asılıdır. Yəni zaman keçdikcə daha çox yol gediləcək bərabər sürətlə hərəkətdə. Burada düz mütənasib olduğuna görə burada biz çarpaz vuracağıq. 8 vurulsun x bərabərdir 6 vurulsun 480.
Buradan x bərabərdir. 480 ilə 8 qısa gedəcək, qalacaq 60. 60 vur 6, o da 360 verəcək. Doğru cavab 360 D variantı olacaq. 15. Qarşılıqlı sadə olan A plus 5 və B ədədlərinin əkobu 420-dir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hansına bərabər olduğuna görə onda biz yaza bilərik ki, A plus 5 vurulsun B bərabərdir 420. Çünki əkob onların hansına bərabərdir. Digər tərəfdən AB üstəgəl 7B bərabər 450 yazılışından da demək AB üstəgəlsin B, AB üstəgəlsin daha doğrusu 7B bərabərdir 450. Buradan B-nin mötərizə xərcini çıxarıb A plus 7 ilə yaza bilərdik. Elə çıxardaq yazaq. Demək B-nin mötərizə xərcini çıxarım, qalır A plus 7. Tərəf-tərəfə burada bölsək, böləndə diqqət etsək görərək ki, burada B-lər gedir. Qalır A plus 5 bölünsün A plus 7 bərabərdir 420 bölünsün 450. 420 bölünsün 450. Burada sıfırlar gələcək ixtisar. 45 ilə 42 ilə 3 ixtisar gedəcək. Qalacaq burada 15, burada 14. Çarpaz vursaq 15A üstə gəlsin 15 vur 5 75 bərabərdir 14 A'ya vuranda 14A plus 14 vur 7 7 10 70 7 4 28 98. Buradan A bərabər olacaq 98 çıxılsın 75 yəni 23A. A 23 olandan sonra bizdən burada B-ni istəyir. A plus 5 vur B demək A plus 5 vurulsun B bərabərdir 420 yazışında. A'nın yerinə 23 qoysaq 23 üstəgəl 5. Yəni 28 vurulsun B bərabərdir 420. Buradan da B bərabərdir 420 də 28-ə böləndə bu da bizə 15 verəcək. 15 demək 280 140 420. B olacaq 15. Yəni D variantı olacaq. Növbəti 16-cı sual. Mərkəzi O nöqtəsində olan çevrədə ABO 30 dərəcə, sonra ACO 24 dərəcə olarsa, BAC-nin dərəcə ölçüsünü tapın. Burada diqqət eləsək görərik ki, bu mərkəz bucağı olduğuna görə buradakı bucaq alfa, bura olacaq 2 alfa. Digər tərəfdən də bu fiqurda 2 alfa içəridəki 3 bucağın cəminə bərabərdir. Yəni 2 alfa bərabərdir. Alfa üstə gəlsin 30, üstə gəlsin 24-ə. Oradan alfa bərabər olacaq 30 üstə 24, yəni 54. Bizdən BAC-nin dərəcə ölçüsünü istəyir, yəni alfanı istəyir. Cavab olacaq 54 dərəcə. 17 sualda y bərabərdir AX klasaya BX plus C kvadrat funksiyasının qrafikinə əsasən deyir A plus B plus 3C cəmini tapın. Bunun üçün biz parabolanın təpə nöqtələri verildikdə onda biz tənliyi A vurulsun x minus m'in kvadratı plus n düsturundan istifadə etməklə funksiyanı taparıq. Burada m təpə nöqtənin apsisidir, n də ordinatdır. Təpə nöqtənin apsisi 1-dir, ordinat x oxunun üstünə düşdüyünə görə 0-dır. Yəni m 1-dir, n isə 0-dır. Onda olacaq y bərabərdir A vurulsun x minus 1-in kvadratı. Buradan A-nı müəyyən etmək üçün biz həmin o parabolanın y oxunu hansı nöqtədə kəsdiyini bilməliyik. Bunun üçün də bizə bir nöqtəsi verib y bərabərdir. Yəni y-in bir qiymətində həmin nöqtədə x 0 olur. x0 y1 yerinə yazaq A-nı tapaq. Onda 1 bərabərdir A vurulsun 0 qoyanda 0 çıx 1-in kvadratı eləyəcək, o da 1. Demək A da 1 imiş. Onda y bərabər imiş x minus 1-in kvadratı imiş. Bu qrafik x minus 1-in kvadratının qrafiki imiş. Bunun biz A-sını, B-sini, C-sini müəyyən etmək üçün bunu açıq şəkildə yazmalıyıq. Yəni x kvadratı çıx 2x üstə gəlsin 1. Orada ax kvadratı plus bx plus c-yə əsasən biz A-nın 1 olduğunu bilərik. Yəni x kvadratın əmsalı. B-nin -2 və C-nin 1 olduğunu görə bilərik. Buradan bizdən A plus B plus 3C cəmini istədiyinə görə demək A plus B plus 3C istədiyinə görə 1 üstə gəlsin 1 daha doğrusu çıxılsın 2 üstə gəlsin 3. Bu da bizə 1 çıx 2 -1 üstünə üst gələndə 2 verəcək. Yəni doğru cavab 2 olacaq. 18-ci sual. Yolun 16'da 9 hissəsi təmir olunduqdan sonra 77 kilometr təmir olunmamış qaldı. Yolu götürən X 16'da 9 hissəsi təmir olunubsa, demək 16'da 16'dan 16'da 9'u sıxsaq, 16'da 7 hissəsi təmir olunmayacaq. Yəni təmir olunmayan hissədə kilometrdən 77 kilometr olunduğuna görə buradan bunu biz həll edəcəyik. 7 ilə 77 qısa gedəcək 11. Onda x bərabər olacaq 16 vur 11. Yəni 176. Bizdən yolun uzunluğunu tapın. 176 kilometr olacaq.
19 ölçüləri 6, 8, 10 olan düzbucaqlı paralelipedin həcmini tapın. Düzbucaqlı paralelipedin həcmi eyni uzunluq və hündürlüyünün, yəni 3 fərqli ölçüsünün hansına bərabərdir? 6, 8, 10-dursa, onda həcmi olacaq 6, 8-in 48 vur 10, yəni 480. 20-ci sual. A parametrin hansı qiymətində bu bərabərsizliyin həllər çoxluğu -4 müsbət sonsuz olar? Buradan biz x-i tapaq. Demək, -a minus 3x kiçikdir. Hər iki tərəfi 2-yə vursaq -2-dən. Buradan -3x kiçikdir a minus 2-dən. Və x mənfiyə bölsək, -3-ə bölsək x böyükdür a minus 2 bölünsün -3-dən. Bunun cavabı bundan müsbət sonsuz olduğuna görə bunun demək yerinə -4 yazacağıq. Çünki bu 4 olmalıdır, -4 olmalıdır ki, cavab -4-dən müsbət sonsuz olsun. Onda a-2 bölünsün -3 bərabərdir -4 tənliyin həll edəcək. a-2 bərabərdir müsbət 12-yə, a bərabər olacaq 14-ə. Demək, a olacaq 14. Bizdən soruşur a parametrin hansı qiymətində, yəni 14 olacaq cavab. 21-ci sualda deyir bu ifadəsinin qiymətini hesablayın. 9 üstü 2-də 1 9-u biz 3-ün kvadratı üstü 2-də 1 yaza bilərik. Üstə gəlsin 0-dan 125-i 4-də 1 yaza bilərik. Yəni 4 üstü -1 üstü -1. Üstə gəlsin 32-ni də 2 üstü 5 yaza bilərik. Üstü 0,6. Və bunu həll edirik. Qüvvətin qüvvəti olarsa qüvvətlər vurular. 3 üstü 2-ni 2-də 1-ə vuranda 1 eləyər. 3 üstü 1 3. -1-i -1-ə vuranda 4. Yəni 1 eləyəcək. 4 üstü 1 4. 5-i də 0,6-ya vuranda 3 eləyəcək. 2 üstü 3 8 eləyəcək. Bu da bizə verəcək 7 üstə 8 15. Yəni doğru cavab 15 olacaq. 22-ci sual. Deyir şirkətin mühafizəsi işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saat gecə vaxtı növbədə dayanır. Namiq hər saata 30 manat. Demək, Namiqin işlədiyi saatların miqdarını x götürürəm. Qurban isə işlədiyi saatlar y. Hər saata 30 manat, Qurban isə hər saata 45 manat qazanır. Onda bu iki işçi bir sutka ərzində 14 saat növbədə qaldığına görə 510 manat əldə ediblər. Demək, 14 saat növbədə qalıblarsa, bunların işlədikləri saatların cəmi 14 saatdır və buna görə 510 manat əldə ediblər. Onda Namiqin x saat işləyibsə, hər saata 30 manat qazanırsa, onda 32 üstə gəlsin. Qurban isə hər saata 45 manat qazandığına görə, y saat işlədiyinə görə 45y bərabərdir 510 manata. Bu tənliklər sistemini həll edəcək. Deyir, Namiq gün ərzində neçə saat növbədə dayanır? Bizdən x istəyir. Onun üçün biz y-i yox eləmək üçün bunu vururam. Demək, 45-ə vura bilərik, amma burada ixtisar eləyək. 30, 45, 510. 5-ə ixtisar eləyək. Burada olacaq 6x, 5-ə gedəcək 9y və 5-ə gedəcək 102. Və birinci sətri 9-a vururam. -9-a. -9-a vurduqda bir yeni tənliklər sistemi yaradacaq. -9x minus 9y bərabərdir. -9-a vuranda -126. Məxrəcdə ikincidə də 6x, 9y və 102. Tərəfləri toplasaq -9y müsbət 9y-dən gedəcək. -9x-in üstünə 6x gələndə -3x bərabər olacaq. -126-ın üstünə 102 gələndə -24. Buradan da x bərabər olacaq 8-ə. Yəni Namiq həmin vaxt, yəni 8 saat işləyir. 23-cü sual. ABCD paralleqramının A bucağının tənböləni, demək, ABCD paralleqramı verib bizə. ABCD. A bucağının tənböləni BC tərəfini B nöqtəsindən başlayaraq 3-2 nisbətdə bölüb. Yəni 3K, 2K. Deyək ki, bura M olsun. Tənbölən bucağı yarıya bölür. Paralleqramın qarşı tərəfi paralel olduğuna görə daxili çapı bucaqlar bərabərdir. Orada 3K isə burada 3K olacaq. Onda burada 3K olacaq, çünki qarşı tərəflər bərabərdir. Bura 5K isə aşağıda 5K olacaq. Bizə AB-ni 18 verib. AB biz dedik ki, buradan 3K-ya bərabərdir. 3K bərabərdir 18, K olacaq 6. Paralleqramın perimetrini istəyir. Paralleqramın perimetri 5K, bu da 5K, elə də 10K, 3K, 3K, 6K. Onda perimetri olacaq 16K. K-nı da biz 6 tapmışıq. 16 vur 6. Bu da bizə 96 verəcək. Demək, doğru cavab 96 imiş. 24-cü sual. 24-cü sualda bizə deyir ki, düzbucaqlı formasında olan çevirənin perimetri. Çevirənin perimetri. Burada düzbucaqlı deməlidir, yəqin ki. Düzbucağın perimetri 52-dir. Düzbucağın hər tərəfindən 2 cm saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi 52
ayrılan hissənin sahəsi 84 kvadrat santimetr olarsa, ABCD çərçivəsinin sahəsini tapın. Demək, perimetr bunu 52 verib, hər tərəfdən 2 cm saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi 84-dür. Onda mən bunun tərəfini x götürürəm, n'in də y götürürəm. Bizə bunun perimetrini 52 verib, yəni buradan x üstəgəli 2 vurulsun, x üstəgəli y 52-dir. Buradan x üstəgəli y-in 26 olduğunu alırıq. Sonra bizə deyir hər tərəfdən 2 cm saxlanılmaqla, çərçivənin hər iki tərəfindən 2 cm saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi 84-dür. Şəkil üçün ayrılan hissənin sahəsi 84-dür. Burada daha doğrusu bizə ABCD-nin perimetrini 52 verib. Onda bu olacaq 2 vur x plus y yox. 2 vur x plus y yox. Demək, burada x-dırsa, onda hər iki tərəfə 2 artırılıbsa, onda olacaq x plus 4. Burada olacaq y plus 4. Bunun perimetrini bizə ABCD-nin perimetrini 52 verib. Onun üçün biz yazacağıq 2 vur olsun. X üstə gəlsin 4. Üstə gəlsin, y üstə gəlsin 4. Bunu bizə 52 verib. Buradan da x üstə gəlsin, y üstə gəlsin 8 bərabərdir. 52-ni 2 yerə böləndə 26. X üstə gəl y olacaq 14. Daha doğrusu 18. X üstə gəl y 18. Digər tərəfdən də bizə şəklin çərçivənin saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi. Şəkil üçün ayrılan hissənin sahəsi də budur. Bunun bizə sahəsində 84 verir. Bu da n'in uzunluğunun hasili. Yəni x ilə y'in hasili bizə 84'dür. 84. Bizdən soruşur ABCD-nin sahəsini tapın, ümumi sahəni. SABCD olacaq. SABCD olacaq. N'in uzunluğunun hasili. Yəni x plus 4 ilə y plus 4'ün hasili. Bunu vurub atsaq, bu bizə verəcək x, y, üstə gəlsin 4x, üstə gəl 4y və üstə gəl 16. Buradan x, y-in qiyməti məlumdur, 84'dür. Üstə gəlsin, buradan da 4x üstə gəl 4y-dən 4'ü mötərizə xaricinə çıxarsaq, x üstə gəl y qalınacaq. Yəni 18 vurulsun 4'dür. 4 vur 18. Və üstə gəlsin 16. O da bərabərdir. 84 üstə gəlsin 4 18'in 72 üstə gəlsin 16. 84'ün üstünə 16 gələndə 100, 100'ün üstünə 72 gələndə 172 olacaq, doğru cavab. Növbəti və sonuncu 25-ci sual. İki tərəfi 5, 7, 13 buzağın 3-cü tərəfi. Bilirik ki, 3 buzaq bərabərsində hər hansı bir tərəf digər iki tərəfin fərqindən böyük, yəni 7 çıxılsın 5 2-dən böyük olacaq. 7 üstə gəl 5 12-dən kiçik olmalıdır. Yəni 3 buzaq yarana bilməsi üçün x-in qiyməti bu araqda dəyişməlidir. Deyir ki, 3-cü tərəfi natural ədəd olan 3 buzaqlar içərisindən ardıcıl olaraq təsadüfən seçilən 2 3 buzaqdan birincinin bərabər yanı 3 buzaq, ikincinin isə müxtəlif tərəfli 3 buzaq olması hadisəsinin ehtimalını tapın. Onda biz bu 3 buzaqların tərəfləri hansı natural ədədlər ola bilər, onları yazaq. Demək 5, 7-dir. Digər tərəf ola bilər, onda 3-cü tərəf 3, 4 ola bilər, 5 ola bilər, düz 11-ə qədər. 6, 7, 8, 9, 10, 11. Onda burada deyir ki, seçilən 2, təsadüfən seçilən 2 3 buzaqdan. Onda 2 dənə 3 buzaq seçiləcəksə, ardıcıl olaraq seçilirsə 2, 4, 6, 8, 9. Demək, birincidə 9-da olacaq məxrəc, ikincidə mümkün hallar, yəni 8-də. Deyir, birincinin bərabəryanlı olması. Bərabəryanlı 3 buzaq yaranması üçün ya bunun 3-cü tərəfi 5 olmalıdır, çünki 5, 5, 7 alınsın, ya da 7 olmalıdır, 7, 7, 5 olsun. Yəni, burada bizə əlverişlər 2 dənə var. Digər halda isə artıq bu 5-7-dən birini işlətmişik bura. Təsəvvür edin ki, 5-5-7 olub. Yerdə qalan 8 dənə elementdən müxtəlif tərəfli olması artıq 7-si müxtəlif tərəfli olacaq. Çünki 7-dən başqa. Təsəvvür 5-i işlətmişik bura. Bu seçim sayı idi 2. Bu 2 elə bilməyin ki, ikisini də işlətmişik. İkisini işlətməmişik. Sadəcə olaraq əlverişli halların sayıdır. Yəni mən burada seçim eləmək istəsəm, neçə dənədən seçəcəm birini. 2 dənədən təsəvvürün birini seçəcəm, amma seçimimin sayıdır bu. Yəni birini seçmişəm, artıq 7 qalıb. Ya 7-ni seçmişəm, 5 qalıb. Digərində isə 8 element var. Yəni 8 dənə 3 buzaq qalıb yerdə. Onun bir dənəsi cəmi bərabəryanlıdır. 7-si müxtəlif tərəflidir. Bizə lazımdır müxtəlif tərəfli olan. Yəni 7 dənə seçim şansımız qalır burada. Buradan da 2 ilə 8 x-a gedəcək 4. Bu da 4, 9-un 36-da 7 verəcək. Belə əziz şagirdlər, bununla da videomuz sona yetdi. Sağ olun. Növbəti videoda görüşmək ümidi ilə.